İdrak liseyində müəllimin güllələnməsi ilə bağlı silahın sahibi də cinayət təqibinə cəlb olunub. Bunu Baş Prokurorluğun Instagram sosial şəbəkəsindəki səhifəsində keçirilən canlı yayımda Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin rəis müavini, Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev deyib. O bildirib ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Silahın sahibi ilə də bağlı cinayət təqibi aparılır. Nəticəsi barədə ictimaiyyətə, cəmiyyətə məlumat veriləcək. Qeyd edək ki, hadisə fevralın 6-sında paytaxtın Binəqədi rayonunda yerləşən özəl idrak liseyində baş verib. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-si Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qəti imkan tədbiri seçilib. Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi başlanılıb. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29.120.2.2-ci maddəsi ilə yekun ittiham elan olunub.